Bismillahirrahmanirrahim. Bugün Azərbaycan xalqının həm sevincli günüdür və həm də kədərli günüdür. Sevincli günü ondan ibarətdir ki, Azərbaycan xalqının 10 il bundan qabaq ilk zəfərini biz saldıq Cozuq Mərcanlıda, torpaqlarımız alındı, ilk döyüşlər başlandı və Allah Taala müzəffər olduğumuzu qorusun. Allah şəhidlərimizi qəni-qəni rəhmət eləsin, ruhlarını şad eləsin. Şəhid ailələrinə Allah səbir versin, qazilərimizə can sağlığı versin. Və bugün artıq 10 il keçdi ki, o insanlar ilk döyüşlərini, ilk qəhrəmanlıqlarını göstərdilər və ilk döyüşdə biz qələbəyə nail olduq. Ümumiyyətlə, Azərbaycan xalqı nə qədər itkilər verdi 1990-92-ci ilə və eyni zamanda ondan sonraki illərdə nə qədər itkilərimiz oldu, nə qədər insanlar, nə qədər cavan igidlərimizi itirdik. Allah bütün dünyasını dəyişən, şəhidlik zirvəsinə yetişən şəxsiyyətləri Allah ruhlarını şad eləsin, onları Peyğəmbər əhl-i beytinə inşallah qonaq eləsin. Mən Allahdan onların ailələrinə səbir arzu edirəm, onların ailələrinə Allahdan gözəl səbir, inayət arzu edirəm və Allah Taala onların balalarını qəni-qəni rəhmət eləsin. Gözəl şəxsiyyətli valideynlərimizdir. Onların qarşısında baş əyirik ki, onlar gözəl şəxsiyyətli evladlar yetişdirdilər, böyüdü, başa çatdırdılar və ölkəmizin suverenliyi üçün, o cümlədən ölkənin zalim ermənilərin əlindən qurtuluşu üçün onlar müdafiəyə qalxdılar və döyüşdə qələbə ölkəyə getirdilər. Allah Taala şəhidlərimizi rəhmət eləsin. Onlar heç vaxt unudulmayacaq. Bu bizim sözümüz deyil. Bu müqəddəs Qur'anımızın kəlamıdır. Allah yolunda ölənlər daim diridirlər. Onlar yaşayacaqlar və onlar hər biri igidlik göstəriblər. Mən deyərdim ki, bizim şəhidlərimiz hər biri qəhrəmandılar və öz şücaətləri ilə, öz əməlləri ilə hərə bir gözəl qəhrəmanlıq göstərdi və inşallah onlar qəhrəman kimi də dünyada insanların zehnində, axirətdə isə Allah yanında inşallah qalacaqlar. Allahdan onlara səbir arzu edirik, o cümlədən xalqımızın daima Allahdan bundan sonra ölkəmizdə əmin-amanlıq heç bir valideynin, ananın, atanın Allah gözünün yaşda qoymasın. Hər bir ailənin arzusunu, hər bir ailənin istəyini özünə yetişdirsin. Allah rəhmət eləsin şəhidlərimizi, Allah onların ruhlarını şad eləsin.